Söz vermişik, il sonuna qədər parıldayan nə varsa alıb istifadə etməliyik. Bu da var. Bu daha doğrusu məndə advent kalendarın içindən çıxmışdı. Düzdür, istədiyim rəng deyil də, ancaq əlimizdə olan budur deyə bunu yoxlayacağıq. Jel formasında belə bir görək necə bir effekt verir. Düşünürəm ki, digər rəngi daha yaxşı idi, daha qəşəng effekt olacaqdı. Bu biraz daha çox tünd rəngdir. Videoda olan rəngi daha belə qızılı, parlaq bir rəng idi. Parlaqlığına baxaq. Bu formada parlaqlığına baxaq, görək necədir. Makyaj da onsuz da parlaqdır. Bura vurduğum ənlik bu arada çox qəşəng parıldayır. Bir bir rəng tonudur. Bunu bəyəndim, ona görə digər rəngini də mütləq almalıyım. Çünki çox qəşəng parlaqlığı var. Bu yanağımı belə par-par parıldadan isə bunu göstərmişdim. Revolution'un üçlü paletidir. Parlaqlığın gözəlliyinə baxın. Bir parlaqlığı var. Çox gözəl. Digər gözümə də tətbiq etdim. Belə bir çox qəşəng parlaqlığı oldu. Belə makyajım tamamlandı.